Gürcüstanda mitinq keçirmək qadağan edilir. Seçki kollegiyası tərəfindən prezidentliyə seçilmiş Mixail Kavelaşvili mitinq və nümayişlərlə bağlı qanunvericilik dəyişikliklərini imzalayıb. Parlament tərəfindən qəbul olunan qanunlar qanunvericilik bültenində dərc edilib və dərc olunduğu andan qüvvəyə minib. Parlament bu həftə layihəni sürətləndirilmiş qaydada müzakirə edib və təsdiqləyib. Layihənin qüvvəyə minməsi ilə mitinq və nümayişlərlə bağlı məhdudiyyətlər piyada yollarında keçirilən aksiyalara da şamil olunacaq. Dəyişikliklərə əsasən, əgər mitinq və ya nümayiş insanların hərəkət etdiyi yerdə keçirilirsə, Daxili İşlər Nazirliyinin əvvəlcədən xəbərdarlıq etməsi tələbi müəyyən edilir. Bununla yanaşı avtomobil yolunun bağlanmasına bənzər şəkildə qanunda qeyd olunur ki, iştirakçıların sayı bunu zəruri etmədiyi halda insanların hərəkət zolağının süni şəkildə bağlanması yol verilməzdir. Həmçinin insanların hərəkət zolağının avtomobillərlə, müxtəlif konstruksiyalarla və əşyalarla bağlaması da qadağan edilir.